Keçən videonun şərhlərində çox adam yazırdı ki, Urartular əslində çeçen olub və bu artıq elm tərəfindən sübut edilib. Bəs bu məlumat nə dərəcədə doğrudur? Dilçilikdə qədim Urartu dili ilə çeçen dilinin də daxil olduğu Şimal-Şərqi Qafqaz dilləri arasında bir qohumluq nəzəriyyəsi var. Bu, Alarodi nəzəriyyəsi olaraq bilinir. Alarodilər Herodot tərəfindən qeyd edilən xalqlardan biridir və bəzi tarixçilər onları Urartulularla eyniləşdirirlər. Bu nəzəriyyənin tərəfdarları olsa da, bu dilçilər arasında ümumi qəbul edilmiş mövqe deyil. Bu gün ən geniş yayılmış görüşə görə Urartu dili yalnız Hurri dili ilə qohumdur və Hurri-Urartu dilləri təcrid olunmuş müstəqil bir dil ailəsidir. Ancaq fərz edək ki, Alarodi nəzəriyyəsi doğrudur. Bu halda belə Urartular çeçen idi və ya Urartu dili çeçen dilidir nəticəsinə gəlmək olmaz. Əgər bu dillər həqiqətən qohumdursa, onlar min illiklər əvvəl ortaq bir əcdad dildən ayrılmış olmalıdırlar. Bu, İngilis və Rus dillərinin hər ikisinin Hind-Avropa dil ailəsinə aid olmasına baxıb, İngilislər və Ruslar eyni xalqdır deməyə bənzəyərdi. Ümumiyyətlə, min illər əvvəl yaşamış bir xalqı birbaşa hər hansı müasir millətlə eyniləşdirmək elmi baxımdan doğru deyil. Xalqlar zamanla qarışır, köç edir və dəyişirlər. Buna görə də Urartuluların yalnız çeçenlərin, ermənilərin və ya kürdlərin əcdadı olduğunu iddia etmək elmi nəticədən çox müasir kimlikləri keçmişə proyeksiya etməkdir.